Herkese salam. Salam dostlar, necəsiniz? Bugün piknik eləyirik. Piknik deyirlər, piknik deyirlər, artıq hər nə deyirlər. Neçə gündür piknik eləmək istəyirlər. Hava çox qəşəngdir. Nəsə bir bəzi səbəblərdən sonra eləyərik deyə bugün hava bildiyiniz qış gəlib. Neçə gündə elə gözəl hava var idi, qəşəng günəşli, işıqlı, soyuqdur hava. Və bugün gedirik piknik eləməyə. İndi hazırlıq eləyirik. Yağışa tutula bilərik bu arada. arada. Orada otluqda eləyəcəyik, qəşəng ora qəşəngdir görüntüsü. Yağışa tutula bilərik. Piknik eləyirik. İzləmədə qalın. Xalçanı çərdik bura. İndi gedirik qalan malzemələri gətirək. Ver ana mən çəkirəm. Çəkirəm. Əfsanəsi. Və yağış inşallah ki yağmaz. İndi bura üstündən bir şey sərəcək, tozludur da, üstünə oturmayaq. Nalçalara atacağıq. Qəşəng burada süfrə gətirəcəyik, süfrə sərəcəyik. Tez yeşunlaşdırmağa çalışacağıq. Çünki havada yağış. Məncə yağış atdı belə hətta sarı kök. Məncə hətta yağış atdı belə ona görə. Gedək tez hər şeyi gətirək. Gedirik. Hazırlıqlar davam edir. Mən tapışqam necə olur? Götürmüşük bir şeylər. Amma elə soyuqdur ki qızlar. Dünənki qəşəng hava. Dünən paltar sərəndə adam pişirdi çöldə. Bugün istidir, soyuqdur. Ya bunu quraşdıraq, çəkəkdə hazırlayaq çəkək. Belə qoyaq. Salamlar, xoş izləmələr arzu edirəm. Burada fərq etdim ki, mikrofonumuz olmadığı üçün aradan çəkdiyimiz videoların səsi zəif düşəcək. İstədim öncə bütün videonun üzərinə səs yazdırım. Ancaq sonra qərarı gəldim ki, ən azından təbiətin səsini dinləyirsiniz və orada bəzi anlar var ki, mən onları səsləndirərkən canlandıra bilməyəcəyəm. O səbəbdən də videonun üzərinə səs yazdırmıram. Səsini yaxşı eşitmədiyiniz yerdə haqqınızı helal edin. İzləyin, bəyənməyi, şərh yazmağı, yorum yazmağı, yəni abunə olmağı unutmayın. Gedək indi arzunu gətirək. Demək olan əlimizdə olanlar Züleyxanın ürəyi yumurta istədi. Zeynəb kartoşka istədi və bizim səbətimiz, piknik səbətimiz yoxdur. Eyni zamanda bir də şey elədik, tost elədik. İlişib ora. Uşaq qalıb burada batır. Diyan baxım. İlişib qız bura ilişib. Dur baxıram diyan. Bunu tut görüm. Mən tuturam da seni. Mən tutarım, anam atsın. Ver. Ay. Sen burada ne var ki bu burada ilişti? Buradan götürdüm. Ucu kesip diyan. Oy. Mən olsam işe de geçeceğim. Şimdi. Marka. Məncə bu. Ebyo. İndi göre bunu koyma hele. Dostlar. Məncə bu. Dostlar. Reklam değil. Reklam değil. Tostu 2 dənə eləmişəm. Çünki mən çöldə yemək yeyə bilmirəm. Qızlar hava vuranda yemək yeyə bilmirəm. Ola bilər ki, mən çünki həm də gəlib evdə yeyəcəm də yemək ona görə. Zaman hava vuranda yemək yeməyiz. Hə, yo mən yeməyə hava vuranda yeyə bilmirəm. Deməli qızlar, bu bizim səbətimizdir. Belə yığdıq içinə. Gedirik çölə indi qəşəng. Çöldə hazırlıqlarımızı görməyə. Az saçını düzəlt. Bu nədir belə sənin Ayşirin? Belə bax görüm. Oranı düzəlt bir dənə. Dostların xətrini öpməyə icazə ver. Zeynəb elə bilir ki, onu çox öpsə doyacaq qarnı, amma elə bir şey yoxdur. Gedirik. Eləyirik ki. Sürəmizi cırıq-cırıq elədin Zeynəb. Cırıq eləndə gecə. Qayçınla kəsəcəm, gözlə. Gözlə, qayçınla kəsəcəm. O çox ipipdir, bayaqdı salafanı. Gözlə yaxa başımıza nə oyun açır. Daha gəlmə süfrəyə yaxın. Getdik dostlar. Bir şey dedim Zeynep. Çok süratli geçme yoksa şey yere dönürsem. Ay elimi düşürmüş kapağını. Kaçma. İndi. Sakla da. Yok. Demedin. Ütürdü. Ay unuttum onu. Ora qoyam da baqa şey gətirim də deyəsən. Deməli qızlar, çəkirsən sən. Hə. Bura gəl də rahat gəl. Deməli bunun içində şəkərbura paxlava var. Sonra süfrəsinə çıxdı. Bu qızların stəkanlarıdır. Burada soslarımız var. Burada patato cipsimiz var. Burada da şeysimiz var. Burada yumurtalarımız var. Qabığı nerede tökəcəyik? Bu sınıf döyüşərsiniz o iki dənə yumurtanı. Aha. Mən nə qabıqları tökəcəyik görəsən. Bu nəsə cücə. Tökəcəsi sonra süfrədən yığacaq. Bir dənə döyüşlər. Səsini döyüşdürək. İndi çəkək bunları.
Baxın. Güclü hissələdim mən bunu istədim. Kimdəsində Yolda. görmədik. Sizə O çatdaqdır. Ya. Öbür tərəf. Aa! amma çatdaqdır. Evet. Çatdaqdır amma. Və bizim piknikimiz başlamış bulunuyor. Evet. Neyse salfetka mən gəlib gətirib gəldim. Siz də ona qədər özünüz yiyin. Bir şeyler yerdi. Ye. Annem dedi ben işte yiyeceğim onu tosta. Tostum burası ben burası. Ola. Yo hiç de. Sizlerde gördüğünüz hiçbir reklam değil. Züleyha'cılarda. Ben de çetirem böyle. Züleyha normal gülüşü. Ama videolarında. Böyle. Açamadım anlat. Ama yavaş. Renç dedim ben. Yanlışlıkla bir de. Otur. Bura niye koysun? Ver. Kola ver. Kola elinde. Saçanlar yani. Bu benim saçamda. Öyle mi sen de bulamısan? İndi 5 əl üstə eləyəcəyik, amma kim qazansa sadəcə bir dənə yeyəcəklər, kartoşka. Nə şükür? Köpüğün içine. Ondan ben de ver. Allah Züleyxa. Su soyuq deyil. Oha Zeynep. Hə, deyəm, geçdim. Şöyle vurma. İndi 5 əl. Bu arada qızlar, mən qılçını incitmişəm, nə olub bilmirəm. Qılçını qatlaya bilmirəm. Qılçında problem var. İndi bir də şey gofret gətirdim sizə. Hala yumurta dövüştürək. Sınıf yumurtanı dövüşdürün yəni. Sınıf değil ya o. Açıq. Hə. Bu da bizim gofretimiz olsun böyle. İndi qızlar 5 əl üstə eləyək ya da 5 əl təşkilat makas eləyək. Boğularsa nə yumurta ağzında? Yumurtanı nə qədər qoymuşsan ağzına? Ala. Zeynep deyəndə, çöldəsiz də hər tərəf böcəkdir. Nə gözləyir? O ölü bir şey. O işi lap pişik olub gelir. Zeynep, gəlin də. İşləmə də. Suxu, iç bir damcı. Boğazın yumuşalsın yenə deyəm. Bundan sonra uşaqlar xəstələnsə, biləcəksiniz ki, video çəkməmişik. Biləcəksiniz ki, uşaqlar xəstələnsə. Bu arada Taş yatma kasaya yoxsa əl üstə eləyək? bu həftə də bundan öncəki həftə 2 həftədir. Video biz dostlar. İndi bu videodan öncəki video neçə dəqiqə idi bilmirəm amma 2 həftəlik video. 3 həftə həftə deyəsən. 2 həftə. Hə, 2 həftəlik. 2 həftəlik videodur. Neçə dəqiqə bilmirəm 2 həftəlik videodur. Parça şey çıxartdım içindən. Bəlkəsində mən düşmüşəm ya, bəlkəsində nəsə ona görə. Hə. Təşkilat makas yoxsa əl üstü? Əl üstü. Təşkilat makas. 2 nəfər qalanı belə. Elə oldu, bir nəfər qalan oldu. Əl, deyən tezən. Əl üstü. Zeynep qazandı. Bir dənə yeyirsən. Gofre? Nə? Yox, bundan. İstədiyin nə istə? Yenə. Gəl. Yeni bir kartoşka. Mən bundan yiyəcəm. Yox, kartoşka elə. Ay gəl. Əl üstü. Əl üstü. Mən qazandım. Tökərsən nə qalsın? Əllərinə sağlıq. Gedəm. Əl üstü. Əl üstü. Züleyxa qazandı. Mən yedim. Sınırdım yemək. Qızım. Əl. İndi nə istəyir onu yeyə bilər. Tostdan da yeyə bilərsiniz. Yumurtanızı da istəsəz. Əl üstü. Əl üstü. Əl üstü. Mən qazandım. Zeynep qalıb. Hızlı giderlersin nokta seyrek düşermiş. Əl üstü. Zeynep qazandı. Ben bir de Nasıl süfrədə belə qoya bilərsən?
Tostun qoxusu bu arada o qədər qəşəng idi. Haqqınızı helal edin, göz haqqınızı. Ben de yumurta olmalı. Neden? Tosta. El üstü. El üstü. El üstü. Ah ben. Kim kalmış da? El üstü. Allah'ım ya sakınmaz yani ya. El üstü. Züleyha kalk. Bir damcı dişləsində. Aa, Ağzına işte. girdin. Babası da. Ne kadar ne? Saçma. Bağışla Get la. onu saxla gəldi. Qılçımı qaldırana qədər ki, saf kesin. Yaxşı düşür. Bakmadan geldi. Ay. Valla da balışı niye getirmişsin? Balış. Buyurun alçadı. Ha. El Tezde. El üstü. Zeynep. Tostundan yerə. Tostan da oradan yumurta iyi gəlir. Baxın, Yumurtasının yanına değil. ona görə. Fırsatı istifade etmeyin yoksa. Yox, yumurta. Ay, çox qəşəng qoxur. Ay. El üstü. Ay mən. Züleyxa qaldı, qurudu. Ya. Değme. Sürüdü Değme. sürü. Değme. Sonra. Mızıqçı olma. Düzeyim mızıkçı. Asladım. Şimdi. Ha, bir şey eləyəcək demişdim. Neçə il oldu? Bilmiyorum. Bunu da eləyirik son. Bunu taş, kağıt, makasla eləyəcək. Taş, kağıt, makas. Zeynep kazandı. Yok, biz kazandık. Biz kazandık ya, seçer oynamalıydık. Bir uduzan var, iki kazanan. İkimiz yiyebiliriz ya da. Yum yum. Ne kadar soğuk da ağzımızı. Fırsat bu fırsat bir tepsi ağzına. Bir tane uzun var da yemeldim. Hem. Yok Yok da Gel bana. Gel bana. ne oldu? Hansından? Taş kağıt yoksa Taş kağıt. el kağıt makas. El budur. Taş, taş, kağıt, makas. Bu defa haklı. Taş, kağıt, makas. Taş, kağıt, makas. Şükür. Hayır, ikimiz kazandık. Hadi ikimiz kazandık. Dişimiz girsin. Ben yemeğim. Ben peki kızmışım. Hadi canlar, hadi canlar. Hiç görünmedi bile. Girdim de seni. Zeynep evde. Zeynep geldim. Haydi yanlış hatırlayayım. Azal çok güzel. Ağzından bak. Ay git hatırladı. Biz yiyin yanlış yazsa. Hiç ne yok. Bunda ses onu Yanlış gel. yazsa kartoşkamızın içine doğdu. Ha? Yok sağ ol. Kızlar bilmirəm niyə, amma şərhimiz bağlı olur. Videoya yorum yazmaq istəyəndə hansı videomuz olursa altına bir yorum yazın, eyb yox. Biz oxuyarıq. Bu arada geçen short yükləmişik, baxmamız. Ne? Bakmamışsınızsa bakın. Dostlar Öncəki videoda çox az izlənib. Yaxşı. yazabilirsiniz ki mesela. Ben mesela çanta hazırlama videosundan buraya geldim. Çanta hazırlama videosunda bu eksikliklerimiz var. Bunları ben vaha baktıramalıyasınız mesela.
İstediğiniz yorumu zaten yazabilirsiniz. Eğer yorum açık olsa istediğiniz yorumu yazabilirsiniz. Allah. Bütün videonun yorumlarına bakabilir. Yorumsuz 3-5 tane yorum olur. Aa, yağış yağır. Gömülün, gömülün. Ben yemeyeceğim sonsuz. Şimdi daha çok kilo alacak. Tez olun. Neyle nasıl edeyim? Gıcağı al. Kim gözümüze combul görsen sen. Kukulada var ha. Şöyle. Gramlık 5 kiloya kadar çəkir. Kimin bir barmağı ağır gəlsə o. Ha. Böyle bir parmak bırak böyle öldürür. Aa, böyleyim ağır. Kısmı qat deyirsən rahat olar deyə. Bizim ağrıyor. Gözümün içine düşüyor. Ha, yağış çoxalır. Gitsin. Sel, gəl elə eləyək ki, qızımız tez qaça bilək də. Neyniyək, nə yığışda? Yo gel. Yeyin, bunları qoyum hələlik bunun içinə. Bunları yeyəcəksiniz. Yo yemeyeceğim ben şakalar. Bu şokolad Zeynəbin favorisidir. Gofretli, balaca gofret. Zeynep'in bıyığı. Sarıçtı. Acaba səsimiz düşürmü videoya? Çox merak edirəm. Güzel. Sesimiz düşmezse şey eleyebiliriz de. Üstünə səs yaz bilərlər. Nə, güləşsən təzdən. Bizlər bu arada mən yazı çox sevirəm və yazda belə yaşıllıq olanda, yəni xoşum gəlir. İstəyirəm ki, bütün gün ancaq çölü çəkəm, çöldə olar. Ona görə piknik eləmək istəyirik. Bəxtimizdən bütün Hava. yəni bərbad, bozuq bir hava, boz bir hava var. Diş imkanı birden hava. Hayır, hayır. İkinci yumurtanı yeyirsən? Hə. Ziyan eləmə. Ne bileyim ben dişimi elə. Ya da deyəndə bunu ye də, soyum ye. Yok bir tane dişimi istedim de sadece. Bir tane dişimi de. Ne çok. Heç nə saral. Çox qoyma ağzıma, boğularsan. Yumurtanı sarsa da boğul. Yavaş. Onu da sən ye. Bunu soyuram, sən yeyərsən. Ye Zeynəb onu. Limonatla kovacak bu şey yumurtayla tost yiyip. Yumurta. Duyanların bu arada ulduz ırklatmışsın. Dünən ulduza baxırdıq. Orada Gülümsərov limandıra, limçay eləyirdi. İndi Zeynəb də ondan ilhamlanıb deyir ki, yum tost yeyirəm. Lim tost nə idi? Salfetka verim burnuna. Burada burada. Allah. Sabah. Ben burnuma. Arkadaşlar bu arada ben alerjim var dedim. Mesela havada oldum burnum axırda yani grip oldum onu. Ama gripem belə də. Arkadaşlar. Arkadaşlar. Bu arada Arkadaşlar. sen danışma ağzından yemek püskürebilir. Arkadaşlar. Sarı dişler, yumurtalı dişler. Buna sok. Otlu sok. Ot çaydı bu da. Otlu kola. Otlu kola. Təbii və hijyenik yola organik. Videonun yanında da əmin səndə. Yanında olmaz. İnşallah ya. Yavaş yavaş. Dök bas. Döktü biraz. O da mənim payımda. Ağaclar çiçək açıb, çox qəşəng görsəlim. Bu tərəfdə də ağaclar çiçək açıb, ərik ağacları. Bizdə alça elə çox deyil, yəni əsas əridir. Bizim alçak ödümüz yok da. Bu yəni alçadır ya da gavalı. Gavalıdır. Ona görə Ya bilmemişim. həqiqət edirsən. Cavalıdır ama bu O cavalı. gavalıdır ona görə. Gavalı, alça, ərik bunlar tüzəçək. Bir də deyəsən zoğaldır, nədir bilmirəm. Almalar da çiçəkliyib. Mən internetdə görmüşəm. Kimin həyatında, Instagramda görmüşdüm. Dostlar Almalar da oyun çiçək. oynuyoruz. Ses olun da biraz. Yedə bacısı kömək Dostlar oyun oynuyor. Birbirlerine parol verirler böyle eləyərək də mesela belə azad eləyə. Seni açıb belə eləyir. Ben de gülmeyi biraz tutup geldim bir de görürüm karakterin üstünden böyle eləyir. Nasıl oyunda? Karakterin üstünden böyle eləyirəm də. Rakun. Dudağın mayonezli barmağında. Nə? De barmağın mayonez. Yaxşı telefon yağıyor.
Bu arada yay təhsili tapşırıqlarımız da var idi. Züleyxa bitirib az qala, hə? Azərbaycan dili. Yok. Yaz təhsili tapşırıqlarımız. Züleyxa bitirmək üzrədir. Zeynəb də yarısını bitirib, yarısı qalıb. İngilis dilini təkrarlamaq istəyirik yaz tətilində. Hələ başlamamışıq. İnşallah qismət olacaq bir gün. İngilis dilini də başdan təkrarlayacaq. Ya tətili mi? Yaz tətilində düzəltdi yaz. Allah. Düşündüm belə. Yəqin elə deyim. Saxlayıb da çəkmək istəyirəm. Prosta orada şərt bağlanacaq. Siz çox görsənəcəksiniz. Məncə siz çox görsənəndə, bir böyük adam az görsənəndə şərhi bağlayırlar. Ona görə adlı vlogumlar şərh bağlanır. Çünki böyük adam çox az düşür orada. Mən biraz düşmüşəm. O zaman bir daha videonu kəsdim bitsin. Mən sildim videonu. Siz gizlən paç öyrənmişsiniz, onu atacaqdım. Əzik çəkmişsiniz də, videonu eləmişsiniz, editləmişdim. Baxıram ki, məni başa çox çəkmirsən. Götürmürəm. Sıratdım salma. 30 neçə dəqiqə olacaqdı, oldu 20 neçə dəqiqə. 2 həftəlik video heç yarımsaq deyil. Çünki xırda-xırda çəkmişdim. Dostlar, qonaqsat gəlir, başqa adamlar olur da. Yəni hələ alışılmayıb deyənə. Onları salfetka, onları çəkə bilmirəm, videoya çəkə bilmirəm. Ona görə qısa olur videolar. Geniş rahat çəkmək olmur ona görə. Batırdın ki, vaz keçdi, nəsə gördü vaz keçdi. Götür bax sizi. Kartoşkaları qızardığında qəşəng gedir, çıtır-çıtır. Qalıb yumuşalıb, bu kartoşka tutsam belə olur. Oza batırmaq olmur. Yağış yağır, tez olun, yağış yağır. Düşünə bilirsiniz, bir anda leysan başlayır və şeyləri yığışdırmağa belə vaxt çatmır. Tapışqasız gələcək. Sırıqlanmasın. Yəni, icazə ver mən durumda qılsın ağrıda yer. Görək qalxa biləcəyəm. Dostlar, bu videoya çox like atın. Şərh açıqdırsa çoxlu şərh yazın. Çünki yağışın altında piknik eləyirik. Bu qədər əziyyət. İndi elə bilirlər ki, onları çəkirəm. Sakit ol, elə bilirlər onları çəkirəm. Sağ olsun. Tez ol, yağış yağır, tez ol. Tez ol. Hə, qızlar, yığışdırar. Çünki yağış yağır. Bitirmisiniz də onda, hə, bitirin. Yox, bitirin, eybi yoxdur, qutarır. Gedək evə artıq. Çünki yağış yağır və hava soyuq əsir. Yəqin ki, sabaha xəstələnmərik inşallah. Nuş olsun. Maraqlı oldu qızlar. Bəlkə də burada sağollaşaq yekunlaşdıraq. Piknik vlogu, qəşəng piknikdə də sağollaşaq yekunlaşdıraq da. Maraqlı olsun. Yığışdım ya. Yığışdıra da. Yığışdıraq, sonra burada sağollaşaq. Otluqda, yaşıllıqda. Bu videomuz sırf təbiət qoynunda bir vlog olsun da. Əgər çadırımız olsaydı daha rahat olardı. Yəni yağış da yağsa fərq eləməyəcəkdi. Çadırda qəşəng çadırı bura qurmaq olardı, balaca çadır. Qəşəng 24 saat falan çəkmək olardı. Dostlar, qışqırtma videosu istəyənlər çoxlu like qoysun. Bu videoya 100-dən artıq ya da 200-dən artıq like gəlsə qışqırtma videosu net gəlir və birinci Zeynəbə gələcək qışqırtma videosu. Çünki canım öyle istiyor. Hə, yığışdıraq qızlar. Onlar ağac savunluğu hamısını tərəfəyə. Sən nə sənə gəlir şaxsan. Bir də buna atın hamısını zibilləri. Bizim evin hamaratı Züleyxa. Yox, yağlıya qoyma. Hamarat dedik. Mən hər şeyi Qoy bura. stəkanın altına da Bura verirəm. onları. Stəkanlara qoy bura. Çıxarda. Bunu da bura. Yusuf əlində tut. Zibil. Sözlüğümü de yedim. Ne oldu qızın şeyi? Yox. Hə. Şişdim aman. Və giriyoruz. Qalxın. Bunları da qatlayaq, götürək, çırpaq, bu süfrəni çırpacağıq, yığışdıracağıq. Nəsə, sağollaşaq bəlkə. Hə? İndi belə, burada dayan Zeynəbin yanında dayan sənlə. Ora qəşəngdir, yaşıllıqdır. Dayan bir dəqiqə. Və dostlar, əgər videomuzu bəyəndinizsə,
Kanalımıza Abone olmağı, like atıp, yorum yazmağı unutmayın. Sağ olun, xoş izləmələr. güllərim. Sağ olun.